Ruku təkbirlərində əllərin qaldırılmamasının elmi və tarixi dəlilləri. Namazda rukuya gedərkən və rukudan qalxarkən əllərin qaldırılması məsələsi İslam hüququnda əsrlərdir müzakirə edilən köklü mövzulardan biridir. İlk baxışda sadə bir detal kimi görünsə də, bu ixtilafın təməlində hədislərin şərh edilməsi, səhabə tətbiqlərinin analizi və məzhəblərin fərqli yanaşma tərzləri dayanır. Bu fikir ayrılığına haqq-batil mübarizəsi kimi deyil, sünnənin müxtəlifliyi və İslam elminin zənginliyi kimi baxmaq lazımdır. Alimlərin bu mövzudakı fərqli yanaşmaları Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin fərqli zamanlarda etdiyi tətbiqləri qorumaq və ən doğru nəticəyə varmaq üçün göstərdikləri dərin elmi fəaliyyətin bir nəticəsidir. Namazda rukuya gedərkən və rukudan qalxarkən əllərin qaldırılmaması məsələsinin söykəndiyi əsas dəlillər aşağıdakılardır. Abdullah İbni Məsudun radiyallahu anh hədisi. Abdullah İbni Məsud namaz qılarkən yalnız ilk təkbirdə əllərini qaldırmışdır. Əl-Qamə rəvayət edir ki, İbni Məsud radiyallahu anh dedi: "Sizə Rasulullah sallallahu aleyhi və səlləmin namazı kimi namaz qılım." O namaz qıldı və əllərini yalnız ilk dəfədə, yəni iftitah təkbirində qaldırdı. Bəra bin Azibin radiyallahu anh rəvayəti. Bu rəvayətdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin namaza başlayarkən əllərini qaldırdığı, lakin daha sonra bunu təkrar etmədiyi bildirilir. Bəra bin Azibdən radiyallahu anh rəvayət olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm sadəcə namaza başlayanda əllərini qulaqlarına yaxın qaldırar, sonra bunu təkrar etməzdi. Həzrəti Əlinin radiyallahu anh tətbiqi. Asim bin Kuleyb atasından rəvayət edir ki, Həzrəti Əli namazın ilk təkbirində əllərini qaldırar, sonra bir daha bunu təkrarlamazdı.